Hüseynlə radiyallahu anhuna 5 dənə qardaşı dünyası dəyişdi orada. 5 nəfər şəhid oldu. O kimlərdir? Hüseynin qardaşlarından Abbas. Çünki Əli ibn Əbi Talibin ümumən 35 dənə uşağı olub. O bəziləri təsvir edirlər ki, göy ki, elə bilirlər Həsən Hüseyin idi bir dənə. Bəziləri deyirlər 2 dənə qızı. O Fatimədən idi. 4 uşaq. Amma Fatimə radiyallahu anh'a dünyasını dəyişəndən sonra Əli ibn Əbi Talib evləndi. Bir neçə qadınla. Ona görə ümumən Əli ibn Əbi Talibə 35 uşağı olub. Onun müəyyən bir hissəsi oğlan olub, müəyyən bir hissəsi qız. Və ölənlərdən Hüseynin qardaşlarından Abbas, Cəfər, bu qardaşlarıdır. Sadəcə Əlinin o birisi qadınlarındandır. Fatimədən yox. Abdullah, Fatimədən deyil bu da. Osman, Fatimədən deyil. Fikir verəsən Osman, xəlifə adını qoyub. Əli ibn Əbi Talib uşaqlarıdır bunlar. Bir də Muhammed, 5-i. Bunlar oğlanlarıdır. Həsənin uşaqları da oradaydı. Həsənin uşaqlarından böyük Əli, Əli Əkbər. Bir də Abdullah. Sonra Hüseynin uşaqlarından Əbu Bakır. Təsəvvür edin. Məsələn, indi biz görürük Şiə məzhəbində bu adları qoymurlar. Düzdür, bu təbii ki, bu Hicrətin 15-ci əsrindən sonra oldu. Amma ondan qabaq o sahabələrin adlarını qoyurdular. Əbu Bakırın, Ömərin adını, Osmanın adını qoyurdular. Əli ibn Əbi Talib Osman adını qoydu. Öz övladına və ya Hüseyin radiyallahu anh uşaqlarından adlarından biri Əbu Bakır. Hansı ki, ona Kərbəlada orada şəhid oldu. Sonra Abdullah, sonra Qasim, sonra əmisi uşaqları, Əqilin uşaqları, Cəfər, Abdurrahman, Abdullah, sonra Muslim ibn Əqilin öz uşaqları, əmisi oğlunun uşaqları, Abdullah, Muhammed ibn Said ibn Aqil, sonra Abdullah ibn Cəfər ibn Əbi Talibin uşaqları, Aun və Muhammed 17 nəfər. 17 nəfər Əhl-i Beytdən idi. Bir dənə Hüseyin yox. Onların içində Əbu Bakır da var idi və Osman da. Və təbii ki, müharibə uzun davam etmədi. Lakin adamı təəccübləndirən nədir? Adamı təəccübləndirən, yəni qəddarlıq. Təbii ki, onlar qiyamət günü cavab verəcəklər. Təbii ki, zülm eləyiblər. Qəddarlıq. Yəni, Hüseyin radiyallahu anh'ın münasibət. Yəni, başını kəstilər. Düzdür, qadınlara toxunmadılar. Ömər ibn Sa'd, Ubeydullah ibn Ziyad, onlar qadınlara toxunmadılar. Əksinə, onlara baxdılar. Hətta Yezidin sarayına apardılar. Müəyyən müddət orada qaldı. Orada Hüseynin uşaqlarından biri Əli, Zeynəl Abidin. O, döyüşdə iştirak eləmədi, çünki xəstə idi, ağrıyırdı. Ona görə o səbəbdən, əlhamdülillah, sağ qaldı. Səbəblərdən biri. Təxminən 21-22 yaşı var idi onun. O gəldi, ona toxunmadılar. O Yezidin sonra sarayında qaldı müəyyən müddət. Sonra Yezid onlara dedi ki, hara gedmək istəyirsiniz Mədinəyə. Onları Mədinəyə göndərdi mühafizə ilə. Yəni Əli Zeynəl Abidin Hüseynin övladlarından biri idi. Yəni orada uşaqlara toxunmadılar. Düzdür, belə Şiə tərəfi təsvir edir o hadisəni ki, özünüz də görürsünüz, hətta səhnə kimi səhnələr eləyirlər, şir gəlir, canavar gəlir, döyürlər kimisə. Bunlar hamısı İslamla heç bir əlaqəsi yoxdur. Təbii ki, bu hadisə hamısı kədərləndirir. Lakin bilmək lazımdır ki, bu hadisədən qabaq da kədərli hadisələr olub, Hüseyni xüsusiləşdirmək düzgün deyil. Biz Hüseyni sevirik. Və biz deyirik ki, əlhamdülillah, hamısı kim onun qanında iştirak edib, cavab verəcək qiyamət günü. Cavab verəcək, lakin onları təkfir eləmirik biz. Çünki Əli radiyallahu anh Hüseyndən əfsəldir, üstündür. Lakin Əli radiyallahu anh öldürəni təkfir eləmədilər sahabələr. Hətta Əli ibn Əbi Talib özü. Onu görə hədd elədilər, onu cəzasını verdilər ölümlə. Amma kafir kimi, mürtəd kimi öldürmədilər. Əgər Əli Hüseyndən əfsəldirsə, onun qatili kafir olmadsa və təsəvvürlə Hüseynin. Biri deyə bilər ki, onun zülmdən. Fərqi yoxdur.
Fərqi yox. Təbii ki, nə kim zülm eləyib, onun cəzası veriləcək. Zülmət qiyamət günü. Necə hədisi qüdsüdə Allah Subhanahu taala deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm onun adından. Lakin bu hadisə nədir? Bu hadisədən qabaq da dəhşətlər olub. Məsələn, Əli ibn Əbi Talibin ölümü, Hüseynin, Osmanın ölümü, Ömərin ölümü, Əbu Bakrın ölümü, Həmzənin ölümü və başqa sahabələrin, Peyğəmbərin ölümü. Amma deyək ki, məsələn, Muaviyyənin övladı o gün ölüb, o günü daima belə keçirir. Təbii ki, bunlar hamısı bir məqsəd daşıyır. Məqsəd daşıyır, indi bilən bilir bu məqsədlər nə üçün bu belə edilir, bu ay, neçə ay edilir. Biz daha bu məsələləri toxunmuruq, indi bilən bilir. Amma biz dini cəhətdən yanaşırıq ki, bu cür yanaşma bizə görə səhvdir. Bəli, biz sevirik əhl-i əhl-i beyti sevir, əhl-i beytin sevmək, əhl-i sünnə əqidələrinin əsaslarından biridir, usuldandır. Usul kitablarında da əhl-i beyti sevmək mövzusu daima zikr olunur. Amma ifrata varmaq olmaz. Fərqi yoxdur. Hüseynlə, Muaviyyənlə, Əlinlə, Ömərlə, hətta Peyğəmbərlə ifrata varmaq olmaz. Və bu qeydlər mühümdir. Bunu açıqlayırıq. O demək deyil, kimsə keçirmir Aşuranı və ya Hüseyn işləndə ağlamırsa, o demək deyil, onu sevmir və ya sevmək o deyil. Sevmək onunla deyil. Hələ isə onda biz ən çox Allahı sevməliyik. Onda bütün günü, hər saniyə biz ağlar, keçirməliyik özümüzü və özümüzü atmalıyıq 9-cu mərtəbədən ki, tez ölək ki, Allahı sevdiyimizi görə. Bu cür yanaşma İslam yanaşması deyil. Özü əzab vermək və s. O İslam dini deyil. İndi düz deyirlər, boksda, bəs belə boks, yəni karatədə əzillər. O dəlil deyil. O dəlil deyil ki, boks var, sən də belə eləyə bilərsən. Sən boksla yanaşma, sən dinlə yanaş. Din nədir? Qur'an, Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədisləri və sahabələr. Olan içində əhl-i beyt də var. Aydın qardaşlar, bu mühüm qeydi bilmək lazımdır, düzgün yanaşmaq lazımdır, insafla. Biz Hüseyin radiyallahu anh sevirik, necə ki, Həsəni də, əhl-i beyti sevirik, lakin ifrata varmırıq. Vəssalam. Bu qədər. Allah bizə işti faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.